Allah bizdən qorxmağımızı istəmir. Yəni, qorxan insan qorxulana qarşı bir növ ikiyüzlü hərəkət eləyəcək, səmimi olmayacaq. Allahdan qorxmaq lazım deyilsə, necə mən əvvəldə qeyd elədim qardaşlarım, dəyərli qardaşlar, Allahdan qorxmaq deyəndə məna nədir? Əmrləri yerinə yetirmək və qadağalarından çəkinmək. İbn Məsud radiyallahu anh hicrətin 32-ci ilində vəfat eləmiş sahabələrdəndir. Muhammed sallallahu aleyhi ve sellemin sahabelərindəndir. Əl-İmran surəsində olan ayə 102-ci ayədə Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenuttaqullaha haqqa tuqatihi və la tamutunna illa və entum muslimun." Ey iman gətirənlər, Allahdan haqq təqvası ilə qorxun və yalnız müsəlman kimi ölün. Bax bu ayədə Allahdan qorxun nə deməkdir? Allahdan qorxun, çəkinin Allahdan. Yəni İbn Məsud deyir ki, radiyallahu anh, Allahdan haqq təqvası ilə qorxmaq, ən yuta fələ yu'sa. Allah'a itaat etməlisən, asi olmamalısan. Ən yüzkar fələ yu'sə. Onu zikr etməlisən, unutmamalısan. Ən yüşkar fələ yukfar. Şükür etməlisən, nankörlük etməli deyilsən. Allah qorxusu budur. Yəni Allahın əmrlərin yerinə yetir, qadağalarından çəkin. Lakin belə insanlar, biz Allahdan qorxun deyəndə bizi elə qələmə verirlər ki, sanki biz insanların qəlbinə bir xof salırıq. İnsanları vahimədə saxlayırıq ki, Allahdan qorxun. Və sual verənlər də deyir ki, hətta bunlar balaca uşaqlara da deyir Allahdan qorxmağı öyrədirlər. Yəni biz balaca uşaqlara Allahdan qorxmağı öyrədirik. O mənada ki, Allahdan qorx, əmrlərin yerinə yetir. Allah bunu bizə Quran-ı Kərimdə öyrədib. Harada öyrədib dəyərli qardaşlar? Loğmanın öz oğluna nəsiyyətində: "Ya buneyyə, ey oğlum, aqimis salə, namazı qılcına, və amur bil ma'ruf, yaxşılığı əmr et, və nha anil munkar, pisidən çəkindir, vasbir aləmə asabək, başına gələnə səbr et, innə zəlikə min azmil umur." Bu, əzm tələb edən əməllərdəndir. Allah Peyğəmbərindən və ya o salih qulundan bizə xəbər verib ki, o öz evladına bunu öyrədərdi. Siz də bunu öyrədin.